Gecə tez-tez sidiyə çıxmağı dayandırmağa kömək edən 5 vitamin. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Gecə 2-3, bəzən 5 dəfə tualetə qalxmaq ertəsi gün sizi yorğun, diqqətsiz, enerjisiz və iştahlı edə bilər. Bu hal nokturiya adlanır və dünyada milyonlarla insanı təsirləndirir. Lakin bir çox insan fərqində deyil ki, tez-tez sidiyə getmək əslində sidik kisəsi problemi deyil. Sidik kisəsi sadəcə xəbərçidir. Əsas səbəblər sinirlər, qan şəkəri, su balansı və bəzi qida maddələrinin çatışmazlığı ilə bağlı ola bilər. Bugün sizi tez-tez sidiyə getmədən xilas edə biləcək 5 vacib vitamin və qida əlavəsindən danışacağam. Bu əlavələr sidik sistemi əzələləri və sinirlərini dəstəkləməklə və bu problemin kökündə duran səbəbləri aradan qaldırmaqla kömək edir. Gəlin ən önəmli qida əlavələrindən biri haqqında danışaq. Vitamin B1. B1 vitamini sinir sistemini tənzimləyir və beynin sidik kisəsini idarə edən əzələlərə düzgün siqnallar göndərməsini təmin edir. Bu siqnallar qan şəkəri ilə bağlı pozula bilər və gecələr sidik kisəsinə nəzarət edə bilər. İnsanların bir çoxu B1 çatışmazlığından xəbərsizdir, çünki tez-tez yemək yeyir, qəlyanaltı edir və çoxlu şəkərli, karbohidratlı qidalar istehlak edir. Bu vərdişlər B1 ehtiyatlarını tükəndirir və sinirlərə zərər verərək gecə sidiyə getməyə səbəb olur. Benfotiamin adlı yağda həll olan B1 forması sinir toxumasına daha yaxşı nüfuz edir. Bir tədqiqatda 300-600 mg dozada benfotiamin qəbul edən insanlarda sidik kisəsinə nəzarətin artdığı sübut olunub. B1 vitamini üçün təbii mənbələr, qidalandırıcı maya, günəbaxan tumları, orqanik donuz əti və sərbəst otlamış toyuq yumurtası. 2. Maqnezium. Maqnezium sizin gecə boyu yuxuda qalmağınıza kömək edən minerallardan biridir. Maqnezium bədənin hamar əzələlərini, o cümlədən sidik kisəsinin ətrafındakı əzələləri rahatlaşdırır. Bu, sidik kisəsinin daha çox sidik saxlamasına kömək edir və qəfil sidiyə getmə siqnallarını azaldır. Maqnezium həm də sinirləri sakitləşdirərək beyin sidik kisəsi siqnallarını tənzimləyir. 70%-ə qədər insan maqnezium çatışmazlığı yaşayır, xüsusən də işlənmiş qidalar yeyənlər. Tədqiqatlar göstərir ki, maqnezium qəbul edənlərdə gecə sidiyə getmə halları azalır. Maqnezium həm də insulin və qan şəkərini balansda saxlayır, bu da nokturiya üçün vacibdir. Yatmazdan əvvəl 300-400 mg maqnezium glisinat və ya l-trionat formaları məsləhətdir. Bu zaman müşahidə edəcəksiniz ki, daha yaxşı yatır, tualetdən az istifadə edirsiniz və əzələləriniz daha rahatdır. Maqneziumla zəngin qidalar, balqabaq tumları, badam, avokado və təbii fıstıq yağı. Əgər mənim verdiyim məlumatları maraqlı hesab edirsənsə, xahiş edirəm bəyən düyməsinə basın, abunə olun və bildirişləri açın. 3. Vitamin olduqca vacibdir. Vitamin D vitamininin sümük və immunitet üçün vacib olduğu hər kəs tərəfindən bilinir. Lakin çox insan bilmir ki, sidik kisəsinin funksiyası üçün də əhəmiyyətlidir. Sidik kisəsi əzələlərində D vitamini reseptorları var və bu vitamin əzələlərin düzgün işləməsini təmin edir. D vitamini çatışmazlığı sidik kisəsi əzələlərinin zəifləməsinə və ya həddindən artıq aktiv olmasına səbəb ola bilər. Bu da beyin sidik kisəsi siqnallarını qarışdırır və sidik dolmamışkən belə sidiyə getmə hissi yaradır. Tədqiqatlar göstərir ki, aşağı D vitamini səviyyəsinə malik qadınlar daha çox nokturiya yaşayır. Bu, kişilərə də aiddir. Yaşlandıqca D vitamini çatışmazlığı kişilərdə də sidiyə tez-tez getməyə səbəb olur. Bəzi insanlar günəş işığından yetəri qədər D vitamini qəbul etmir, xüsusilə soyuq ölkələrdə. Buna görə də gündəlik 10 mV, yəni 250 mikroqram vitamin D-nin əlavə şəklində səhər yeməklə birlikdə qəbulu tövsiyə olunur. 4. Qida əlavəsi balqabaq tumu ekstraktıdır. Balqabaq tumu yalnız ləzzətli qəlyanaltı deyil, həm də sidik yolları üçün ən güclü təbii vasitələrdən biridir. Bu ekstrakt maqnezium, sink və fitosterollarla zəngindir, sidik kisəsi əzələlərini gücləndirir. Bu da sidik kisəsinin daha çox sidik saxlaya bilməsinə və təcili sidiyə getmənin azalmasına səbəb olur.
Kişilər üçün bu fitosterollar prostatın sağlamlığına da dəstək verir. Gündə 2000 mg balqabaq tumu ekstraktı və ya yağı qəbul etmək tövsiyə olunur. Bu sadə, effektiv türkəçarə nəsillərdir istifadə olunur və davamlı olaraq istifadə olunduqda böyük nəticələr verir. 5. Sink. Sink hormonların və sidik sistemində iştirak edən fermentlərin tənzimlənməsində mühüm rol oynayır. Kişilərdə tez-tez sidiyə getmə bəzən prostatın böyüməsi ilə əlaqədar olur. Sink DHT və estrogen hormonlarını tənzimləyərək prostat ölçüsünü sabit saxlamağa kömək edir. Sink həm də testosteron balansına və sidik kisəsini idarə edən çanaq əzələlərinin güclənməsinə dəstək verir. Həm kişilər, həm qadınlar üçün sidik yollarının immun müdafiəsini artırır. Siz sinki balqabaq toxumu, otla qidalanan mal ətindən əldə edə bilərsiniz. Günlük 15-30 mg sink glisinat qəbul etmək məsləhətdir. 1-2 mg mis ilə birlikdə qəbul etmək vacibdir. Mən həmçinin sizə yaşam tərzi və ona edə biləcəyiniz dəyişikliklərlə bağlı əlavə məlumatlar verə bilərəm. Vitaminlərlə yanaşı sidik kisəsini tədricən daha çox sidik saxlamağa öyrətmək vacibdir. Əgər daim birinci həyəcan siqnalında tualetə tələssəniz, sizin sidik kisəsi əzələləriniz tez boşalacaq. Sidik kisənizin sidiyi saxlama kapasitəsi kiçiləcək. Əgər gecə təcili sidiyə getmə hiss etsəniz, biraz gözləyib dərin nəfəs alın. Əgər təcili və ağrılı deyilsə, sidiyə getmə hissi gələndə dərhal yox, 5-10 dəqiqə gözləmək sidik kisəsini məşq etdirir. Gündəlik həyatda da tualetə 2-3 saat aralıqlarla getmək daha faydalıdır. Çanaq əzələləri üçün məşqlər və yüngül yoga hərəkətləri tövsiyə olunur. Bütün bunlar məni beyinlə sidik kisəsinin əlaqəsini gətirib çıxarır. Sidik kisəsi və beyin sinir sistemi vasitəsilə bir-biri ilə əlaqəlidir. Stress və narahatlıq da beyindən sidik kisəsinə yanlış siqnallar göndərə bilər. Buna görə də stress və narahatlıqdan əziyyət çəkən insanlarda gecə vaxtı sidik ifrazı və sidik qaçırma halları müşahidə edilir. Axşamlar 5 dəqiqəlik nəfəs məşqləri və ya meditasiya bu siqnalları azalda bilər. Axşam saatlarında insulin səviyyəsinin yüksək olması böyrəklərin daha çox su xaric etməsinə səbəb olur. Bu problemi azaltmaq üçün 18:30-dan sonra yemək yeməmək və 19:00-dan sonra maya içməmək məsləhətdir. Gün ərzində 2 litr su içmək və şirniyyatdan, emal olunmuş məhsullardan uzaq durmaq faydalıdır. Karbohidratı gündə 30-50 qrama qədər azaltmaq nəticələri sürətləndirə bilər. Bunu daimi edən bir çox insanlar 3-5 gecədən sonra böyük fərqi hiss edirlər. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.